Qaradağ rayonunun Səngəsal qəsəbəsindəki dağlıq ərazidə vulkan püskürməsi baş verib. Yayılan görüntülərdə vulkanın kraterindən qalxan alovun aydın şəkildə göründüyü məlum olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb olunub. Vulkanın aktivlik səviyyəsi araşdırılır. 11 oktyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanları ətrafında quraşdırılmış seysmi stansiyaları tərəfindən Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə qeydə alınmışdır. 3 fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlamış və 08:37-yə qədər 10 dəqiqə davam etmişdir. İkinci faza püskürmə yerli vaxtla 08:39-da başlamış və 08:51-ə qədər 12 dəqiqə davam etmişdir. Üçüncü faza püskürmə yerli vaxtla saat 09:02-də başlamış və 09:06-ya qədər 4 dəqiqə davam etmişdir. Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2,19 vuraq 10 üstü 7 joule olmuşdur.